Bu saxta həyata, bu saxta o dünya xəyalına o qədər qapılmışıq ki, özlərimizi də bu dünya həyatında bir varlıqlar olaraq sanmışıq. Amma həqiqət əzizləyicilər, bu videoda sizlərlə biraz elmi, biraz dini maraqlandıran və bizim gerçəyimizdə nə olmağımız, hardan gəlməyimiz, necə var olmağımız, bu dünyanın var olma sisteminin həqiqətləri haqqında söhbət etmək istəyirəm. Video başlamazdan əvvəl sizdən xahişim odur ki, videolarımı izləyirsinizsə, bəyənirsinizsə və kanalıma indiyənə qədər olmamışsınızsa, abunə olmağı, videolarımı bəyənməyi və rəylərdə fikirlərinizi ifadə etmək sizdən xahiş edirəm. Bu mənim üçün motivasiya mənbəyidir sizdən gələn. Bu videoda sizlərə mən demək bu dünya həyatımızın var olma gerçəklərindən söhbət etmək istəyirəm. Buna başlayaq əvvəlcə insanın yaradılışından, Adəm və Həvva məsələsindən. Demək Adəm və Həvvanın bir çox dini kitablarda yazılana əsasən, yaradılışı belə olmuşdur ki, Allah Adəmi yaratdı, onu var etdi, o cənnətdən qovuldular etdikləri səhvlər ucbatından. Yəni o səhvi burada açıqlamıram. Bu barədə də bir video istəyirsinizsə yorumlarda yaza bilərsiniz. Demək etdikləri səhvlər ucbatından o cənnətdən, o məkandan qovuldular və bu dünya həyatına düşdülər və bu dünya həyatında yaşamlarını davam etdilər. Bu mövzunu bir kənara qoyaraq yaddaşımızın demək ki, bu mövzu fərqli bir yanaşma ilə yanaşsaq, demək ki, bu kvant fizikasına əsasən bu dünya həyatı, bu gördüyümüz o maddəsəl həyat həqiqətən enerjisel bir həyatdır, enerji sistemlərindən ibarətdir. Yəni o gördüyümüz demək o binalar, insanlar, ağaclar, o təbiət, o maddə olaraq qəbul etdiyimiz bir maddə olaraq onların o daxilində yaşadılmış bu həyatda həqiqət o maddə yoxdur. Yəni ki, kvant fizikasına əsasən o maddə təməli enerji sahələrdir. Onların biz o maddə görməyimizin səbəbi ondan ibarətdir ki, gəlsinlər. Harda qalmışdım ola? Bu mövzunu bir kənara ataraq kvant fizikası ilə fikirləşsək, bu dünya həyatında gördüyümüz, qarşılaşdığımız bütün bu maddi həyat əslində o maddi deyil, sərt deyil, həqiqətən enerji sahələrinin toplamından ibarət. Yəni o gördüyümüz ağaclar, demək o binalar, insanlar, bütün maddi olaraq qəbul etdiyimiz hər şey həqiqətən enerji sahələrindən. Enerji sahəsi isə sərt olmayaraq bir dəyişkən, bir enerji formuna malik bir sahələrdir. Buna əlavə, yəni ki, kvant fizikasında bir təcrübə var ki, qoşu yarıqlar təcrübəsi. Nəticəni sizə izah edəcəm. Bu təcrübədən əsasən qoşu yarıqlar təcrübəsi onu sübut edir ki, bizlər izlədiyimizdə o dünya həyatı, demək qarşımızdakı o dünya formalaşır və şəkillənir. Bizi izləmədikdə isə hər şey enerji sahələrində bütün ehtimalları özündə saxlayan bir enerji funksiyasıdır, enerji sahə toplamıdır. Demək ki, bunların hamısını toplasaq, Adəmin yaradılışı və yəni ki, bu kvant fizikasında hər şey enerji olması və həmçinin də bizlərin izlədikdə o qarşımızdakı həyatın, o dünyanın bir forma alması, bir maddəyə yəni ki, bürünməsi, bunların hamısını birləşdirib analiz etdikdə insanın bu həyatının onun ümumi insanlığın o düşüncəsində formalaşdırdığı bir xəyal olmasını görürük. Çünki indiki o kvant fizikası bizlərə hər şey enerji sahədən olmasını izah edir, açıqlayırsa, demək o din kitablarda Adəmin yaradılışı, o torpaqdan var olması və o dünyaya düşməsi, bunlar hamısı bir metafor olaraq orada izah olunmalıdır. Çünki ulu yaradan, hər şey var edən vahid aləm ola bilməz ki, insanlığın bu gəldiyi o sonuca toxunmasın. Rəbbimiz öz kitablarında bir metafor olaraq, bir bənzətmə olaraq insan yaradılışını vurğulayıb.
O demək insanı yaratdı, onu öz nurundan üflədi və insan o sonda o bu dünya həyatını o sərf edərək o düşdü. O demək o bizlər o Tanrının o vahid, o tamam olan o şuurundan, ruhundan, enerjisindən olan varlıqlarıq və bizlər demək o kitablarda o sərfi o meyvə yemək olaraq o vurğulanır, amma o meyvə yeməkdən savayı bu meyvə də orada o bir metafordur. Çünki o cənnət kimi o yəni halal bir məkanda ola bilməz ki, hansısa bir meyvə o demək haram olsun. Bu fərqi yoxdur. Sümbül də ola bilər, alma da ola bilər. O dəyişik fikirlər var, amma ki elə bir o mühitdə haram olan o bir şey olmamalıdır. O təbii ki, o Rəbbimizin o bu verdiyi o nümunədə o bir bənzətmə, o bir metafordur. Bunların həqiqəti o bəs nədir? O bunları birləşdirsin indiyənə qədər o danışdıqlarımızı, o demək ki, insanı Allah öz nurunda, öz ruhunda, öz enerjisində, öz şuurunda o demək var etmişdir və insan demək ego deyilən, o mənlik, o şəxsiyyət o deyilən, bu mən varam, o mən ayrıyam, mən o demək fərdiyəm o deyilən o bir duyğuya o demək o qapıldı insan. Özünü Tanrıdan bir kənar olaraq o gördü. O Tanrını o demək ki, özündən ayırdı. Bir sözlə də o Tanrıdan uzaqlaşaraq, onun şuurundan yaranmasına baxmayaraq, öz xəyalında eqonu var edərək və özünün eqosunda o bu dünya həyatını istədiyi o kiçik bir o dilək mi deyək, arzu mu deyək, o bu dünya həyatını o var etdi və bu dünya həyatında o yaratdığı o xəyalını, egosunu o qədər o qapıldı ki, özünün də o bu dünya həyatında o sandı və bu dünya həyatında yaşamağa o başladı. Sizlər o göstərdiyim o buradakı o şəkildə də demək o bu tarixi o bir şəkildir və burada fikir versəz o Tanrı ilə insanın barmaqları ki bir-birini o tam olaraq o birləşmir. O Tanrı o barmağını o tam uzadır, amma insanın o barmağı biraz belə yastıdır və o Tanrı ilə o birləşmək istəməmək arzusundadır və bu da onu o göstərir, o şəkil o bizə o demək o sirri, o gizli həqiqəti açıqlamaq istəyir ki, bu tarixi o şəkil ki, bizlər o Tanrıdan var olmuş, ancaq o bizlər eqomuz o qapılaraq, o bu dünya həyatını öz xəyalımızda, öz şuurumuzda o var edərək bu saxta həyata, bu saxta o dünya xəyalına o qədər o qapılmışıq ki, özlərimizi də bu dünya həyatında bir varlıqlar olaraq sanmışıq. Amma həqiqətdə insan o bu dünyadan azaddır, o belə deyək, yəni ki, Matrixdən o kənardır, o Tanrı şuurundandır, o Tanrı həqiqətindəndir. Yəni onu o belə fikirləşmək olar ki, o Tanrını o bir dəniz olaraq fikirləşsə, insanlar da o bizim şuurumuz o dənizdən o damlalardır, enerji hissəcikləridir. Deməli əziz izləyicilər, bu videoda sizlərə bunları mən niyə izah etdim? Bunları niyə danışdım mən? Ona o danışdım ki, bizlər həqiqətimizi anlamalıyıq. Bizlər o fərdi olaraq egoya qapılmaqdansa, özümüzü o fərdi bir o varlıqlar o sanmaqdansa, o Tanrıdan o gələn, o vahid enerjisi olan o bir hissəciklər olmağımızı o dərk edərək artıq özümüzün həqiqətini anlamalıyıq. O vahidləşməliyik, o birləşməliyik. O yəni ki, o mənimdir, bu mənimdir, o duyğusu, o qapılıb ayrılmaqdansa, bu dünya həyatı o bizimdir. Yəni ki, özümüzü o biz deməliyik. O Tanrının da o vurğuladığı o metafor o kimi özümüzü o biz deməliyik, özümüzü o mən o deməməliyik. Bu mən o bizim o sözümüzü, yəni ki, olsa o belə, özümüzü o vahidin içində, o Tanrı o vahidin içində o sanmalı və o sahib olduğumuz enerjinin o tamamını artıq hiss etməli və ondan istifadə etməli. Bizlər o bu dünya həyatında demək o nə qədər o varlı imkanlı olsaq da və nə qədər o kasıb olsaq da özümüzü o yarım hiss edirik, özümüzü o çatışmazlıqlarda hiss edirik. Bunun o səbəbi özümüzü o mən o deyərək egoya o qapılmağımıza, özümüzü o biz deyərək o Tanrı vahidində olduğumuzu anlasaq və kütlə psixologiyasına uymayaraq özümüzü o bir vahid insanlıq olaraq bir qəbul etsək və buna uyğun olaraq həyatımızı o yaşasaq və o bunlara etdikcə o görəcəyimiz o bolluq, o bərəkət, xoşbəxtlik, sevinc, uğur, bunlar olacaq ancaq. Əgər xoşbəxtlik, uğur, o sevinc, o gözəl həyat istəyiriksə, uğurlarımızı istəyiriksə və
axtardığımız o xoşbəxtliyi istəyiriksə, egomuzu o tatmin etmək əvəzinə özümüzün o vahiddə onunla olmağımızı anlamalıyıq. O bizdə o Tanrıdan o bir parçayıq və ondan ayrılmaz o bir hissəyik. Özümüzü o mən, o demək o yerinə o biz deyərək özümüzün enerjisini yüksəltməliyik. Əziz izləyicilər, videonun sonuna yaxınlaşıb. Bu videoda sizlərə insanın həqiqi enerjisinin o nə olmasını, insanın demək həyatda o çatışmazlıqların o nədən qaynaqlanmasını və o həqiqətdə o bizlərin onu etməli olmağımız, onun o bizlərin o necə o davranmağımızı, egomuzun o nə olması, onu o tərk etməyimizi izah etdim. Əgər videonu bəyəndinizsə, o bəyənməyi, o kanalıma abunə olmağı və rəylərdə o fikirlərinizi bu video haqqında o yazmağınızı o sizdən xahiş edirəm.